Üz dərisinin ağarması üçün cildinizi bəmbəyaz edən qırışları və ən əsası üz ləkələrinin aradan qalxması üçün sadə və təbii bir maska sizlərlə paylaşacağım. Mütləq videonun sonuna da gizləyin və bu maskanı yoxlayın. O qədər gözəlləşəcəksiniz ki, qarşınıza çıxan ilk insan sizə aşiq olacaq. Həm kişilər, həm qadınlar bu maskanı yoxlaya bilərsiniz. Bu maska əsrlərdir yaponların üz dərilərinin hər zaman gənc, bəyaz və gözəl qalmasının sirridir. Sadəcə sizlərdən yeganə xahişim bunu bilməzdən öncə videonu bəyənin və kanalıma abunə ol düyməsini basın, takip edin. Çünki burada sizlər üçün faydalı reseptlərdir. Hazırlanması üçün 2 xörək qaşığı ağ düyünü qazanın içində 1 stəkan su ilə tam qaynadın buxar olana kimi, sonra soyudun. Soyuyan düyünü blenderin içinə əlavə edin, qarışdırın krem halına gələnə kimi. Sonra onun da üzərinə 1-2 xörək qaşığı süd və 1 çay qaşığı bal əlavə edin, qarışdırın, soyuducuda saxlaya bilərsiniz. Gün ərzində ya səhər, ya axşam üz dərinizə tətbiq edirsiniz. 15 dəqiqə qalsın, sonra ilıq su ilə yuyun və nəticəni hər gün görəcəksiniz ki, necə üz dəriniz həm gözəlləşir, həm bəyazlaşır və ləkələr də aradan qalxır. Dostlarınızla paylaşın ki, onlar da bilsinlər. Siz də bir ay ortalama 10-15 kilo, 2 həftəyə də 6-7 kilo arıqlamaq istəyirsiniz və qarnınızı yox eləmək istəyirsinizsə, Instagrama direktə mənə arıqlama proqramı yazın.